İslam dinində bu saqqal barəsində maksimum nə qədər, minimum nə qədər saqqalın uzunluğu olmalıdır? Yox, mən üzr istəyirəm Azər müəllim, sizdən icazə almaqla. Bəli. Baxın, Azər müəllimin üzündəki saqqal hətta o azdan bir qədər çoxdur. Elə bilməm kifayət edər də. Yəni baxanda desinlər bunun üzündə tük var. Bu kifayət eləyər. Yəni bir nəfər bu cür riayət etsə, kifayət edər. Hətta bəziləri buyururlar ki, o qədər çənədə də olsa kifayətdir. Sənədən. Hə. Məsələn, Ayətullah Təbrizinin yadımdadır fətvası buyur. Bəli, Profesor kimi də. bəli, professor saqqalı. Bəziləri saxlayır. Bəli, o qədər kifayətdir. Uzunluğu buyururlar ki, bir, necə deyərlər, bağlı əl qədərində. Ovca gəlməlidir. Bəli, yəni bundan çox olmasın. Bundan olmasın da ki, haram deyil, ha, məkruhdur. Məkruh. Başa düşdünüz? Normadan çıxmasın da. Normadan çıxmasın. Bəli. Bir həddə olmasın ki, insanları, necə deyərlər, iyrəndirsin, nə bilim, çiğirsin insana baxmaqla. Çox gözəl.